Əlvənd Fərrux Yasarın ölüm xəbərindən sonra qorxu içində idi. Ağqoyunlu hökmdarı öz sarayında qaranlıqda oturmuş, öz taxtına məyus halda baxırdı. Artıq taxtına baxdıqda onu yanan halda görürdü. Qorxu ilə gözünü taxtdan çəkib ayağa durdu. Otağına gedərkən uca bir səs ilə nida eşitdi. Əlvənd, qarşıma çıx. Səsin heybəti Əlvəndi yerindəcə dondurdu. Mən gəlmişəm, Cüneyd Heydəroğlu İsmayıl. Gəlmişəm arxasında gizləndiyin səltənəti başına uçurum. Zülm səni təkəbbürlü edib. Gəlmişəm canından o təkəbbürü söküb atım və sənə həqiqi dünyanın necə olduğunu göstərim. Məzlumların qanı hesabına ucaltdığın səltənətin əslində nə qədər puç olduğunu sənə göstərəcəm. Allahın zalimlara verdiyi vədi unutma. Günahkarlardan mütləq intiqam alınacaq. Əlvəndin oyaq ikən gördüyü bu röya onu elə qorxutdu ki, tez özünü otaqdan çölə atdı. Bu vaxt vəzirin gətirdiyi xəbər onun qorxularının sadəcə bir yuxu olmadığını, gələcək əzabın bir işarəsi olduğunu göstərdi. Şeyx Heydəroğlu İsmayıl şah adını alıb və bizə doğru gəlir.